Biz Azərbaycan xalqı olaraq, Azərbaycan türkləri olaraq 70 il sosialist quruluşda yaşayan bir xalq olmuşuq. 70 il bir sistemdə, bir rejim daxilində yaşamışıq. Sosialist quruluşda yaşamışıq. Amma bu qədər özbaşınalıq, bu qədər haqsızlıq, ədalətsizlik, inanın 70 ilin sosialist quruluşunda belə yox idi. Bugün baxın, müstəqillik, biz deyirik, sevinirik, ölkəmiz müstəqildir, müstəqil dövlətdir, müstəqil xalqıq, öz istədiyimizi eləyirik, kimsə bizə qarışa bilməz. Bunu biz fəxrlə deyirik. Müstəqil dövləti, müstəqil Azərbaycan Respublikası dövlətinin vətəndaşlarıyıq. Amma çox təəssüf olsun ki, bu özbaşınalıq, haqsızlıq, ədalətsizlik baş alıb gedir. Təsəvvür edin, təhsildə, mədəniyyətdə, səhiyyədə, hər sahədə bir milyondan çox nöqsanlar var. Bu nöqsanlar niyə ciddi şəkildə həll edilmir? Çox təəssüf olsun ki. Təsəvvür edin, o qədər haqsızlıqlar, ədalətsizliklər, hüquqsuzluqlar baş verir. Bu haqsızlıqlar, hal-hazırda baş verən haqsızlıq, hüquqsuzluq, ədalətsizlik 70 ilin sosialist quruluşunda belə yox idi. Təsəvvür edin, təhsilimiz batıb, mədəniyyətimiz bərbad vəziyyətdə. Bir millətin gələcəyi olan təhsil bugün baxın da bərbad vəziyyətdədir. Təhsil demək olar ki, yoxdur. Bir daha deyirəm, əvvəl də qeyd etdim, bu mənim ən çox işlətdiyim sözdür. Ən çox işlətdiyim sözdür. Təhsil millətin gələcəyidir. Təhsil millətin gələcəyidir. Amma indi təhsil elə vəziyyətə gəlib çatıb, artıq adam utanır. Adam utanır. Onun üçün də bugün gənclərimizin çoxu bu ölkədən qaçır. Hara qaçır? Avropaya. Çünki niyə? Yaxşı yaşamaqdan ötürü, yaxşı təhsil almaqdan ötürü. Əgər sən bir iqtidar olaraq, bir 30 ilin iqtidarı olaraq sən əgər buna bir xalqın təhsil sistemində baş verənləri sən həll edə bilmirsənsə, demək ki, sən artıq ölkəni idarə edə bilmirsən. Bir daha deyirəm, təhsil millətin gələcəyidir. Və bunlar təhsil sistemini elə vəziyyətə qoyublar. Bir daha deyirəm, gənclərimiz artıq qaçır. Təsəvvür edin, son 5 ildə Azərbaycanda 5 milyondan çox gənc ölkəmizdən gedir. Hara gedir? Avropaya gedir. Xüsusən Almaniyaya, İsveçə, Belçikaya. Orada oxumağa. Çünki onlar da Azərbaycan gənclərdir, Azərbaycanlı gənclərdir. İstəyirlər, yaxşı yaşasınlar, yaxşı təhsil alsınlar deyə gedirlər. İsveçə gedirlər, Belçikaya gedirlər, orada oxuyurlar, orada bitirdikdən sonra orada bakalavr, magistratur oxuyurlar, orada çalışırlar və s. və ilaxır. Yəni bunu o gənclərin günahı deyil. Bax bizim, baxın baba, bu rejim məmurları elə bir vəziyyətə qoyub. Tək təhsili yox, ordunun, səhiyyəni, icra hakimiyyətləri, bələdiyyələr, hamısı rüşvət, yolsuzluq olmuşdur. Biz buna etiraz edirik. Bizim bir məqsədimiz var, ölkəmiz əmin-amanlıq olsun. İnsanlarımız 10 milyon Azərbaycan xalqı gənci ilə, qocası ilə bir yerdə rahat yaşasın. Bizim məqsədimiz budur. Ali məqsədimiz budur. Biz bunun üçün çalışırıq. Biz nə üçün deyirik Azərbaycan davası? Azərbaycan davası. Nə üçün deyirik? Çünki Azərbaycan davasında Azərbaycan millətçiliyi vardır. Burada ancaq Azərbaycan xalqı, Azərbaycan Respublikası dövlətində yaşayan gənci, qocası, yaşlısı, hamısı, uşağı, böyüyü, kiçiyi
Bu dövlətin vətəndaşıdır. Bu dövlətin nemətlərindən faydalanmalıdır. Bu dövlətə də xidmət edir. Rejim məmurları artıq üzr istəyirəm bu sözümə, azğınlaşıblar. Bizim əvvəl də qeyd etdim, ən əsas təhsildir. Təhsilimizi məhv ediblər. Məhv eləyiblər. Hələ mən səhiyyəni, televiziya sahələrin, icra hakimiyyətin, bələdiyyələri demirəm. Onlar rüşvət yolsuzluğa çevrilib. Məmurların rüşvət yolsuzluğuna çevrilib. Amma təhsil bir millətin gələcəyidir, bir dövlətin başlanğıcıdır. Bir dövlətin başlanğıcıdır, bir millətin də gələcəyidir. Təhsili məhv ediblər. Baxın, təhsil sisteminə o qədər özbaşınalıq var. Adam, inanın, bir Azərbaycan Respublikası dövlətinin vətəndaşı olaraq mən utanıram. Azərbaycan Respublikası dövlətinin təhsilin, bizim dövlətimizin təhsilini elə vəziyyətə qoyublar. İnanın, 70 il sosialist quruluş, 270 il Çar Rusiyası zamanında bu belə deyildi. Digər vəziyyətlər və s. və ilaxır. Hansı bilindir? Ən əsas, onca mən təhsildən niyə başladım? Çünki əvvəl də qeyd etdim, təhsil bir millətin gələcəyi, bir dövlətin başlanğıcıdır. Təhsil bir dövlətin başlanğıcıdır, bir millətin də gələcəyidir. Onun üçün mən təhsildən başladım. Amma bu qüvvələr anlamırlar, başa düşmürlər. Niyə? Gözlərini ancaq pul örtüb. Nə edək ki, ancaq hər sahədən qazanc götürək. Rüşvətə, yolsuzluğa düçar edək. Baxın, reallıq budur, gerçəklik budur. Əgər biz bugün bu məsələni qabartmasaq, sabah bizdən sonra gələn gənc nəsillər bizim üzümüzə tüpürəcəklər. Yəni, haqlı olaraq tüpürəcəklər, tam haqlı olaraq. Yəni, biz bunu indidən həll etməliyik, bu məsələləri. Başa düşdün? Baxın, təhsil sistemindən danışdım. Təhsil sistemin uçuruma aparan məhz test üsuludur. Test üsulunu da kim gətirdi? Xalq Cəbhəsinin iqtidarı olan vaxtda test üsulunu gətirdilər. Test üsulu da Türkiyədən maarifləndirdilər. Çünki özəndilər. Çünki Türkiyədə də təhsil sistemində test üsulu var. Onlar da Elçibəy iqtidarı 93-də Türkiyəyə özənib test üsulunu gətirdilər. Azərbaycan təhsil sisteminə test üsulunu gətirdilər. Bu. Bizim təhsilimiz çökdü. Görürsünüz. Mən deyəndə ki, Xalq Cəbhəsi bir illik iqtidarı Azərbaycana elə biləkə vurub, onu 140 il, 150 il, 160 il keçə dəxli yoxdur. Bizim təhsil, biz batdıq. Bir illik iqtidarı zamanında elə bir vəziyyətə qoyublar ölkəni. Bir illik. Bu iqtidar məmurları 30 ildə iqtidarda qalalar, onların çətinliyi, onların verdiyi ziyanı bu ölkəyə, bu xalqa verə bilməzlər. Onun üçün də deyirəm, Xalq Cəbhəsi 92-93-də iqtidarlıqları zamanında böyük bir bəla idilər. Böyük bir bəla idilər. Bir millətin gələcəyi olan təhsili məhv etdilər, bir dövlətin başlanğıcı olan təhsili məhv etdilər. Test üsulun gətirilməyi ilə. Reallıq budur, gerçəklik budur. Yaxşı, indi sual olunur. Nə üçün siz Azərbaycana bu pisliyi etdiniz? Təhsil sistemimizi niyə bərbad vəziyyətə saldınız? Niyə Türkiyəyə
yaxşı görsənməkdən ötürü Türkiyə Əbülfəz Elçibəyi alqışlasın deyə Elçibəy bir sərəncam imzaladı artıq. Türkiyədə test üsulu var, Azərbaycanda da olsun. Amma biz Azərbaycan təhsil sistemi test üsuluna hazır deyildi. İnanın hazır deyildi. Test üsulunu gətirilər, baxın. Elə ən çox rüşvət, yolsuzluq təhsil sistemindədir. Bəli, bunu mən etiraf edirəm. Ən çox rüşvət, yolsuzluq təhsil sistemindədir. Reallıq budur, gerçəklik budur.